Salam müəllimlər. DİM testindən 100-ə qədər suallara baxmışıq. 101-ci suala nəzər yetirək. 101-də nə deyir bizə? 32 simvollu informasiyanın həcmi 96 bitdir. Yəni, mənim 32 simvolum var. Bizdən nə istəyir? Maksimum simvolları. Yəni, i-ni tapaq ki, sonra maksimumu tapa bilək. Vuraq i bitə, bərabər edərik 96 bit. Buradan i bərabər olar 3 bitə. 3 bit. 3 bitlə də biz maksimum 2 üstü 3, 8 müxtəlif simvolu kodlaşdıra bilərik. 102-yə nəzər yetirək. Demək, Unicode'da yığılmış 2 ədəd 256 səhifən 2 vurulsun 2 üstü 8. Hər səhifədə 64 sətir, hər sətirdə 64 simvol. Unicode'a görə 2 bayta vurub bərabər edərik həcmə. Buradan həcm bərabər olar 2 üstü 8, 6, 14, 20, 22 bayt. Megabayta gəlmək üçün 2 üstü 20-yə bölsək, alarıq 4 megabayt. 2 gigabaytlıq diskim var. 2-ni vurub 1024-ə megabayta gətirsək, alarıq 2048 megabayt. 2048 megabaytlıq diskə dedi, 4 megabayt məlumat yazsa, neçə megabaytı boş qalar? 4-ü çıxsa, 2044 megabaytı boş qalar. 103. Min 24 vur 1024 nöqtədən, demək 2 üstü 10 vurulsun 2 üstü nöqtədən 1024 rəng çaları deyirsə 10 bitə vurub. Bir təsvirimizdir bu. 48 dənə belə təsvir deyir. 48-ə vursaq bərabər edərik həcmə. Buradan həcm bərabər olar 48 vurulsun 10 bit. Vuraq 2 üstü 20-ni bölərik megabayta deyir. 2 üstü 23-ə böləndə bunlar ixtisar getsə 8. 48 ilə 8 ixtisar getsə 6, 6-ın da ona 60 megabayt edər. 104. Əgər rəng dərinliyi 7 bit olarsa, palitrada rənglərin maksimal sayı neçə olar? 2 üstü 7, 128 olar. Unicode'da kodlaşdırılmasında yığılmış 12 dənə səhifəmiz var. 12 səhifəm. Hər səhifədə 32 sətir, hər sətirdə 48 simvol. Unicode'a görə 2 bayta vurub bərabər edərik həcmə. Buradan həcm bərabərdir. Kilobaytla istəyir bizdən. Demək, 12-ni yazarıq. 3 vurulsun 2 üstü 2, vurulsun 2 üstü 5, vuraq 6 vurulsun 2 üstü 3, vurulsun 2 bayta. Bölərik 2 üstü 10-a. Böləndə bunlar ixtisar gedir. Daha doğrusu bu 6 qalır burada. Bunlar ixtisar getdi. Qaldı 3 vur 6. 18-i də 2-yə vuranda 36 kilobayt edər. 106. Yol hərəkəti qaydalarının pozulması hallarının avtomatik qeydə alan cihaz 4096 rəngli palitradan istifadə etməklə 1024 vur 768 piksel ölçülü rəngli fotoşəkillər çəkir. Demək, 1024 2 üstü 10 vurulsun 768. 768-i də biz 3 vurulsun 2 üstü 8 şəklində yaza bilərik də. Yəni, biz 256-nı 3-ə vuranda 768 edir. Vuraq 4096 da 12 bit. Ötürülməsi üçün şəkillər özündə 256 dənə də belə təsvir saxlayan paketlərə qruplaşdırılır. Vurarıq 2 üstü 8-ə, bir paketin ölçüsünü megabaytla tapaq. Megabayta gətirmək üçün bölərik 2 üstü 23-ə. Demək, burada nələr ixtisar gedər? 18, o da 8, 26. Bunlar gedir. Bunlar. Qalır burada 8. Yəni 3, 8, 24. 24-ü vurmalıyıq 12-yə. 24 vurulsun 12, 288. Tapdıq ki, 288 megabayt edər. SMYK rəng modelində kodlaşdırılmış 1024, yəni 210 vurulsun 212 piksel. SMYK-da biz vurarıq bunu. Bir dəqiqə baxaq. 75% arxivləşdirdikdən sonra ötürmə sürəti 220 bit saniyə olarsa neçə saniyə ötürə bilər? Deməli, SMYK-da 4 bayta vurub bərabər edərik həcmə.
Burada olar həcm bərabər olar 2 üstü 22, o da 2 üstü 24 bayt. 224 baytı bunu gəlin bitlə yazaq ki, daha rahat olsun. Yəni burada 4-ün yerinə 32 bit yazaq. Yəni 2 üstü 5 bit. Bizə verər 2 üstü 27 bit. 2 üstü 27 bit. Aha. İndi 227 bitdir. Tapdıq həcmi. 75% arxivləşdirilərsə. Yəni bunun 100%-i 2 üstü 27 bitdir. 75% arxivləşdirsək, yerdə qalar bunun 25%-i. Görəsən nə qədər olar? Yəni x bərabərdir 2 üstü 27-ni biz 25-ə vurub bölərik 100-ə. Bunlar ixtisar gedir, qalır 4, yəni 2 üstü 2. Burada da alıram 2 üstündə 25 bit. 225 bit. Sonra deyir, ötürmə sürəti, yəni mənə V-ni verib 2 üstü 20 bit bölünsün saniyə. Həcmim var, S bərabərdir 2 üstü 25 bit. Saniyəni istəyir, T də bərabərdir, S-i V-yə bölməliyəm. Yəni 2 üstü 25 biti bölərik 2 üstü 20 bit böl saniyə. Burada bitlər ixtisar gedər. 2 üstü 25-dən də 2 üstü 20 qalar 2 üstü 5, yəni 32 saniyə. ASCII cədvəlində bir fraqment verilmişdir. Bir simvolunun 16-lıq kodunu müəyyən edin. Bir simvolunun. Demək, burada baxırıq ki, 4-ün 10-lu kodu 52-dir. 3 olar 51, 2 olar 50, 1 də olar 49. 16-lıq kodunu istəyirsə, 49 onluqdadır. 16-lığa gəlmək üçün biz 16-ya bölməliyik. Yəni 49-u bölərik 16-ya. 3 altımız 48 qalar 1. 31 16-lıqda. 109. N vurulsun 1024 210 nöqtədən ibarət qrafik təsvirin informasiya həcmi 384 kilobaytdır. Qrafik təsvirin 8 rəng çaları olarsa, rəng çaları 8 isə məsələdə dərinliyə vururuq. Vururuq 3 bitə, bərabər edərik. 384-ü də 3 vurulsun 207 kilobayt yazmaq olar. Buradan N bərabərdir. 3 vurulsun 207. Bura kilobaytdır, bura isə bitdir. Bunu da bitə gətirmək üçün 2 üstü 13-ə vurub bölərik 2 üstü 3 vurulsun 2 üstü 10-a. 3-lər ixtisar gedər, bunlar ixtisar gedər, qalar 1024. 1024. 110. 516 səhifəlik sənədin ilk 2 və son 2 səhifəsi. Deməli, 516 səhifəm var. İlk 2 və son 2 səhifəsi, yəni 4 dənə səhifəsi. Bundan 4 çıxsaq qalar 512 səhifə. Bu 4 səhifədə 15 kilobaytlıq qrafik təsvirim var. Yəni 60 kilobayt bunun qrafik təsviridir. Qalan səhifələrin 512 qalır. 2 üstü 9, hər səhifədə 32 sətir, hər sətirdə 40 simvol, 128 simvollu əlifbada 7 bitə vurub bərabər edərik həcmi. Kilobaytla istəyirsə elə burada 2 üstü 13-ə bölərik. 9, 5, 14 bunlar ixtisar getsə qalar burada 2, 80. 80-i də biz 7-yə vursaq 560 kilobayt eləyər. Bizdən nə istəyir? Bu sənədin ümumi informasiya həcmi. Yəni bu tapdığımız mətnin idi. Şəkillə də mətin 560-la da 60-ı toplasaq 620 kilobayt edər. 111. 5000 müxtəlif simvoldan ibarət mətin mümkün ən kiçik əlifba ilə kodlaşdırılmışdır. Bu əlifba ilə yazılmış 2000 simvoldan ibarət mətin informasiyası 32 simvol ilə əlifbada yazılarsa, informasiya tutumu neçə bit azalar? Aha. Yəni mənə əlifbanı veribdir 5000 müxtəlif simvol. 5000 müxtəlif simvol kodlaşdırmaq üçün bizə neçə bit kifayət edər? Baxaq. Biz 12 bitlə 4096 simvol kodlaşdıra bilərik. 13 bitlə 8192 simvolu kodlaşdıra bilərik. Demək 12 bit kifayət etməz. Bizə 13 bit lazımdır. 2000 simvolun hər biri
13 bitdən bizə verər 26.000 bit. 26.000 bit. Sonra bu simvolu, yəni bu 2000 simvolu deyir. 32 simvolu əlifbada. 32 simvolu, yəni eni mənə 32 veribsə, burada i'miz olar 5 bit. Vurarıq 5 bitə. Bu da bizə verər 10.000 bit. Neçə bit azalar? 26.000-dən də 10.000-i biz çıxanda alırıq 16.000 bit. 16.000 bit. 112. ASCII kodlaşdırılmasına yığılmış mətin 4096 əlifbaya keçirən zaman informasiya həcmi artıb. ASCII-də i'miz bilirik ki, 8 bitdir. 4096 simvolu əlifbada da i'miz 12 bitdir. Deyir, buradan bura gələndə həcm 7/212 bayt artıb. i burada nə qədər artıb demək? 8-dən 12 4 bit artıbdır. Simvolların sayını 4 bitə vurub bərabər edərik 7 vurulsun 2/12 bayta. Buradan x bərabərdir. Bura bayt bit olduğuna görə 7-ni vurub 2/12 vuraq 8-ə bölərik 4-ə. Bunlar ixtisar getsə qalar burada 2. Yəni 7 vurulsun 2/13 simvol. Həmin mətin 128 simvolu əlifbada deyir, kodlaşdırılarsa həcmi tapmaq lazımdır. 128 simvollu əlifba, yəni eni verib 128. Burada i'miz nəyə bərabərdir? 7 bitə. Simvollarım var. 7 vurulsun 2/13 simvol. Vurub 7 bitə bərabər edərik həcmə. Həcmi kilobaytla istəyirsə, elə burada 2/13-ə bölsə, bunlar ixtisar getsə, alarıq 49 kilobayt. 113. Hər hansı bir kodlaşdırma sistemində 256 simvol 1024 bit yer tutur. Bu sistemdə ən çox neçə fərqli simvol kodlaşar? Demək, bizə simvolumuz var. 256 simvol. Vuraq i bitə bərabər edərik 1024 bit. Buradan i bərabərdir 2/10-u bölərik 2/8-ə. Böləndə üstlər çıxılır. Qalır 2/2, yəni 4 bit. 4 bitlə ən çox neçə simvolu kodlaşır? 2/4, 16 simvol kodlaşır. 114. Saytda qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 16 simvolu parol fikirləşməlidir. Simvollar kimi onluq rəqəm və ixtiyari X əlifbasının 30 müxtəlif hərfindən istifadə olunub. Yəni, mənə əlifbanı verib. 10 dənə rəqəm plus 30 dənə müxtəlif simvol. Bu mənə verər 40 müxtəlif simvol. 40 müxtəlif simvol kodlaşdırmaq üçün neçə bit lazımdır? 6 bit kifayət edər. Bir simvolun tapdıq ki, 6 bitdir. Bəs 16 simvolumuz, 16-nı vurarıq 6 bitə, 96 bit. 96 bit, bir parolun tapdıq ki, bir parolumuz 96 bitdir. 30 belə parolun informasiya həcmi neçə bayt olar? Baytla istəyirsə, yəni 30-u vurub 96-ya bölərik 8-ə. Böləndə bunlar ixtisar gedər. Qalar 12, 30-u da 12-yə 360 bayt edər. RGB sistemində kodlaşdırılmış 4096 vur 1280 pikselimiz var. Yəni 212 vurulsun 1280-i də belə yaza bilərik. 1280, yəni 2/7 vurulsun 10 deməkdir. Buradan onu da 5 vur 2 şəklində yazsam, 5 vurulsun 2/8. RGB-də də 24 bitə vuraq. Çünki burada bitlə veribdir. 24 bit. Bərabər edərik həcmə. Buradan həcm bərabər olar. 24-ü də 3 vurulsun 8 kimi, yəni 2/3 şəklində yazsaq. Olar belə. 15 vurulsun 2/23 bit. 40% sıxlaşdırılarsa, bunu 100%-dir də. 40% sıxlaşdırsaq, yerdə qalar 60%. Yəni 23 biti vurub 60-a bölərik 100-ə. Bunlar ixtisar getsə, 10-la 6 2-yə ixtisar gedir. Burada qalır 3, burada da qalır 5.
15 ilə 5 ixtisar getsə qalar 3. Olar belə 9 vurulsun 2 üstü 23 bit. Və bizə də ötürmə sürətini, yəni yenə V-ni veribdir 2 üstü 20 bit bölünsün saniyə. Həcmim var. T nəyə bərabər olar? Həcmi, yəni 9 vurulsun 2 üstü 23 biti bölərik 2 üstü 20 bit bölünsün saniyəyə. Burada bitlər ixtisar gedər. Bunlar ixtisar getsə qalar 8. 9 dəfə 8 də 72 saniyə edər. 116. 4096 rəng çalarına malik qrafik təsvir 3072. Yəni 3 vurulsun 2 üstü 10. 2560. Vuraq 2 üstü 8 vurulsun 10. Pikseldən ibarətdir. 12 bit rəng dərinliyimiz var. Bu təsvir müəyyən rabitə kanalı ilə 15 saniyə ötürülür. Bir dəqiqə. 5 belə təsvir 2 dəfə daha aşağı sürətlə rabitə kanalı ilə neçə saniyəyə ötürülər? Heç bunu həll etməyə mənə elə gəlir ehtiyac yoxdur. Baxaq, bu təsvir neçə saniyə ötürər? T-ni bizə verib 15 saniyə. Düzdür? Baxın. T-miz verilibdir 15 saniyə. 5 belə təsvir, yəni bu S-i 5 dəfə artıranda T ilə S-də düz mütənasib asılıdır. Bu artırsa, demək S də artır. 15-i vurarıq 5-ə. 2 dəfə daha aşağı sürət, yəni V-ni 2 dəfə artırdılar. V 2 dəfə, daha doğrusu aşağı sürət. V-ni 2 dəfə azaltdıq. V-ni azaldanda T artır. Vuraram 2-yə. Bu da bizə verər 150 saniyə. 150 saniyə. Davam edək. 117. A vurulsun 2 üstü 8 ölçülü qrafik təsvirin həcmi A bölsün 16 kilobayt olarsa, təsvirin rəng çalarının maksimal sayını istəyir bizdən. Yəni buradan təsvir rəng çalarının maksimal sayı I, bit, i'miz yoxdur. Bərabər edərik A bölünsün 16 kilobayta. Buradan A vurulsun 2 üstü 8 vuraq I, bit bərabərdir. 16 kilobaytı da bitə gətirmək lazımdır. Bunu kənarda gətirək. Yəni A bölünsün 16-nı vurarıq 2 üstü 13-ə. Bu sürətə qalxır. Olur belə. 2 üstü 13 A-nı bölərik 2 üstü 4-ə. Burada da qalar 2 üstü 9 A, yəni bitə gətirdik. 2 üstü 9 A bit. Buradan I bərabərdir. Hər bir tərəf bitdi. 2 üstü 9-u A-nı bölərik. 2 üstü 8 vur A-ya. Bu A-lar ixtisar gedər. 9-dan 8 çıxanda qalır 2 üstü 1, yəni 2 bit. İni tapdıq 2 bit. Maksimal sayı 2 üstü 2 olar 4. 118. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 13 simvollu şifrə verilir. Şifrədə də bu hərflərdən sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Demək, enimiz var 11 müxtəlif simvol. 11 müxtəlif simvolu kodlaşdırmaq üçün bizə neçə bit kifayət edər? 4 bit. Bir simvolum 4 bitdirsə, 13 simvolumuz da qədər eləyər. 4 bitə vurarıq. 3, 4, 12, 52 bit. 52 bit. Hər bir belə şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. 52 biti bayta gətirsək, 8-ə bölsək, demək, 8-ə bölsək, 52-ni 8-ə böləndə 7 tam, daha doğrusu 6 tam nə qədərsə düşür də, biz bunu götürürük 7 bayt. Yəni 52-dən sonra 8-ə bölünən hansıdır? 56. 56-nı da 8-ə bölsək 7 bayt eləyər. 7 bayt. Tapdıq ki, bir dənə şifrəmiz 7 baytdır.
bizdən nə istəyir? 30 belə şifrin informasiya həcmi neçə bayt olar? 30-u da 7 bayta vuranda eləyər 210 bayt. 119. X səhifədən ibarət sənədin hər səhifəsində 16 sətir, hər sətirdə 32 simvol. Bu sənəd Unicode kodlaşdırma sistemində vurarıq 2 bayta sistemindədir və informasiya həcmi 2 kilobaytdır. Bərabər edərik 2 kilobayta. Digər sənəd isə eyni sayda səhifədən ibarətdir. Hər səhifəsindəki sətir sayı əvvəlki sənəddən 3 dəfə daha çox, hər sətirdəki simvol sayı 2 dəfə daha azdır və 16 simvolu əlifbada kodlaşdırılır. Bu sənədin informasiya həcmi neçə bayt olar? Aha, bunu tapaq, sonra digərini taparıq. Demək, burada x-i tapsaq, 2 kilobaytı 2-ni vurarıq 1024-ə, yəni 2 üstü 10-a, bölərik 2 üstü 10-a. Bunlar ixtisarı geçsə, qalar burada 2, x nə idi? Səhifə. 2 səhifə. Digər sənəddə eyni sayda səhifədən ibarətdir. Deməli, 2 dənə səhifə var. Hər səhifədəki sətir sayı əvvəlki sənəddən 3 dəfə daha çox. Deməli, sətirlər 3 dəfə daha çoxdur. Bizə neçə sətir var idi? 16 sətir var idisə, 16 vuraq 3. Simvollar isə 2 dəfə daha azdır. Simvollarımız 32 simvolu 2 dəfə az, olar 16. 16 simvol. Bir də baxaq. 16 simvolu əlifbada kodlaşdırılıbsa, vurarıq 4 bitə. Bərabər edərik həcmə. Bu sənədin informasiya həcmi neçə bayt olduğunu müəyyən edin. Buradan həcm bərabər olar. 3 vurulsun, 2 üstü, bu 2 üstü 4'dür, bu da 2 üstü 4, bu da 2 üstü 2. Yəni 2 üstü 4, 4, 8, 10, 11. 2 üstü 11 bit. Neçə bayt deyirsə, bölərik 2 üstü 3-ə. Bunlar ixtisar geçsə, qalar burada 3 vurulsun, 256. 3-ü də 256-ya vuranda 768 bayt edər. 120. ASCII və kodlaşdırma sistemləri arasındakı uyğunluğu müəyyən edin deyir. Aha. Bir simvolun informasiya tutumu 8 bitdir. Bu ASCII-dir. 1-ə gedər. 1 dəqiqə. Birə gedər A. 65536 simvolla kodlaşdırılıbsa, bu gedir Unicode-a. 2-yə gedər B. Simvol tipli informasiyanın kodlaşdırması üçün istifadə olunur. Bu hər üçü. Ən böyük onluq kodu 255-dir. Dünyanın bütün əlifbalarını özündə ihtiva edirsə, bu da Unicode əlifbasıdır. 1-ə AD, 2-yə BE, 3-ə də C. 121. Rəng dərinliyi 5 bitdir. Paletlə rənglərin maksimal sayı istəyir. 1-ə gedər, 5 bitsə 32. 6 bitsə 64 C, 8 bitdirsə 256. A, C, B. 122. Photoshop. Photoshopdursa P-la başlayanlar rastra aid idi. Freehand B vektora, Paint. Paint sözü varsa rastra aiddir. Inkscape bu gedir vektora. Adobe Flash da bu da vektora gedir. 1-ə A, C, 2-yə B, D, E. Uyğunluğu müəyyən edin. Corel Draw-dırsa bu gedir vektora. Paint gedir rastra. Corel Photo Paint. Paintlər varsa gedir rastra. Adobe Illustrator bu gedir vektora. OpenOffice Org bu da gedir vektora. 1-ə A, D, E, 2-yə də B, C. Belə, bu da 123 sualın sonuna gəlib çatdıq. Sağ olun.